İsrail, Amerika Birləşmiş Ştatları İran müharibəsi 3-cü həftəsinə daxil olarkən Hörmüz boğazı ətrafındakı düyünlər açılmaq bilmir. ABŞ ordusu boğaz sahilində İranın raket bazalarını bombalayıb. Hörmüz boğazı ətrafında gərginlik isə enerji və ərzaq qiymətlərinə təsir etməkdədir. Artıq Birləşmiş Millətlər Təşkilatı İran münaqişəsinin qlobal aclığı daha da pisləşdirə biləcəyi barədə xəbərdarlıq edib. Ümumdünya Ərzaq Proqramı xəbərdarlıq edir ki, yaxın şərqdəki münaqişə ilin ortasına kimi bitməsə və neftin qiyməti hər barel üçün $100 yuxarı qalxsa, təxminən 45 milyon insan kəskin qida çatışmazlığından əziyyət çəkəcək. Bu rəqəm azlıqla üzləşmiş 318 milyon insan sayının artması deməkdir. İndi vacib olan odur ki, boğazın işlək vəziyyətdə olması təmin edilsin. Biz inanırıq ki, bu münaqişənin hərbi həll yolu yoxdur. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının yeni hesabatında Fars körfəzində münaqişənin qlobal enerji, gübrə və aqrar ərzaq sistemləri üçün riskləri kəskin şəkildə artırdığı vurğulanır. Qlobal gübrə ticarətinin 30%-i Hörmüz boğazından keçir. Münaqişə artmaqda olan gübrə qiymətlərinə təsir göstərəcək. Əgər bu vəziyyət 3 aydan çox davam edərsə, onun mənfi təsirləri yalnız qiymətlə deyil, həm də növbəti əkin mövsümündə özünü göstərəcək. Alternativ hava və quru yol marşrutları müəyyənləşdirməyə çalışmalıyıq. Eyni zamanda lojistikaya, bazarları necə yaxından izləyə biləcəyimizə diqqət yetirməliyik. Münaqişə idxaldan çox asılı olan körfəz ölkələrində də qida təhlükəsizliyi risklərini artırır. Ərzaq və enerji problemindən əlavə körfəzdəki miqrant işçilər də müharibənin mənfi təsirləri ilə üzləşə, bununla da bəzi inkişaf etməkdə olan ölkələrdə gəlirlər azala bilər. Ölkələr isə artan neft qiymətləri və enerji böhranı ilə mübarizə aparmaq üçün hərəkətə keçib. Birləşmiş Ərəb Əmirlikləri Cənubi Koreyaya 24 milyon barel xam neft tədarük edəcək. İspaniya isə 90 gün ərzində 11,5 milyon barelə qədər neft ehtiyatını bazara çıxaracaq. Qeyd edək ki, İrana qarşı başladılan hərbi əməliyyatdan sonra qlobal neft qiymətləri təxminən 45% artıb. Avropa İttifaqı liderləri isə 19-20 mart tarixlərində enerji qiymətlərinin tənzimlənməsi yollarını müzakirə etmək üçün Brüssel sammitində bir araya gələcəklər.